Ermənistanda hakim partiya daxilində gərginliklər artır. Yeni idarə heyətinin formalaşdırılması öncəsi daxili mübarizə və kadr dəyişiklikləri gündəmdədir. Politoloqlar hesab edirlər ki, bu proses yalnız partiya içində deyil, həm də ölkənin siyasi gələcəyi üçün ciddi siqnallar daşıyır. Ermənistan hakimiyyətindəki son kadr çəkişmələri sadəcə şəxsi maraqların toqquşması deyil, həm də siyasi xəttin dəyişdirilməsi cəhdidir. Əgər Paşinyan komandasını tam loyal fiqurlarla əvəz etməyə çalışırsa, bu həm daxili sabitliyi qorumaq, həm də gələcək seçkiyə daha rahat getmək planının bir hissəsidir. Ancaq müşahidəçilər xəbərdarlıq edirlər ki, belə addımlar komanda daxilində parçalanmanı daha da dərinləşdirə bilər və nəticədə Paşinyanın dayaqları zəifləyər. Rusiyanın Ermənistanda nəzarət etdiyi sahələri diversifikasiya etmək, müxtəlif mənbələr hesabına doldurmaq və bu cür manevrləri dərinləşdirmək sanki bir missiyadır və hesab edirəm ki, bu asan olmasa da bu məqsədlərə nail olmaq istiqamətində Ermənistan siyasəti bugün özünü göstərməkdədir və Paşinyan ətrafında ona loyal, onun mövqeyini bölüşən şəxsləri görməkdə maraqlıdır. Ekspertlər bildirirlər ki, Ermənistan siyasi səhnəsində ənənəvi problem, lider ətrafında tam sədaqət tələbi yenidən üzə çıxıb. Bu hal uzun müddətli perspektivdə komandanın zəifləməsinə səbəb ola bilər. Çünki yalnız sözə baxan kadrların saxlanılması idarə etmədə çevikliyi azaldır. Politoloqlar vurğulayırlar ki, Paşinyanın mövqeyi hələ güclüdür, amma partiya içində yeni fiqurların önə çıxması qaçılmazdır və bu proses onun siyasi balansını riskə ata bilər.